İnsan bədənində ölümə biraz qalmış maraqlı fenomenal bir hadisə baş verir. Bu hadisənin adı terminal lusidlikdir. Daha çox uzun müddət beyin xəstəliklərindən əziyyət çəkən insanlar, məsələn, iləri səviyyə Alzheimer xəstəliyi və yaxud da beyin insultu, yataq xəstələri, hansı ki, xronik və yaxud da onkoloji xəstəliklərlə uzun müddət savaşıblar və artıq ölümün, belə deyək, eşiyinə gəliblər. Bu zaman həmin xəstələrdə maraqlı bir fenomen ortaya çıxır. Belə ki, ölümə bir neçə gün qalmış və yaxud da bir neçə saat qalmış bu xəstələr birdən-birə canlanmağa başlayırlar. Nə mənada? Təsəvvür edin ki, bir insan artıq həm bədəni, həm zehni savaşmaqdan bitab düşüb, danışa bilmir, halsızdır və yaxud da Alzheimer xəstəliyində zaten insanlar, belə deyək ki, bir yerdən sonra beyin funksiyalarını onsuz da itirirlər və birdən-birə əlinizi, üzdüyünüz bu xəstədə görürsünüz ki, zehni açılmağa başlayır. Terminal açıq zehinlilik də deyilir buna. Onlar sizlə artıq çox gözəl, normal söhbət aparırlar. Uzun müddətdir sizi tanımayan bir xəstə birdən-birə sizi tanıyır. Hal-əhval tutur sizlə. Hətta bəzən gəzə də bilər. Əgər bədənində ciddi bir xəsər yoxdursa, uzun müddət yatalaq xəstə idi. Amma birdən-birə müəyyən qədər artıq fiziki aktivliyi ortaya çıxmağa başladı və siz düşünürsünüz ki, aha, möcüzə, artıq bu adam sağalır, yaxud da ən azından xəstəliyi yüngülləşməyə başlayır. Amma elə əslində bu terminal lusidlik bizim üçün bir siqnaldır ki, xəstə ömrünün sonuna yaxınlaşıb və xəstənin ölümünə saatlar və yaxud da günlər və yaxud da dəqiqələr qalıb. Çünki çox maraqlı fenomendir və sırf ölümdən öncə baş verir və bunun tam olaraq səbəbi bilinmir niyə görə. Amma düşünülür ki, ölümə yaxın beyin kimyasında və biologiyasında baş verən, həm beyində sinir hüceyrələri arasında məlumatları bir-birinə ötürən neurotransmitterlərin, həmçinin beyindəki metabolik proseslərin və beyindəki sinir yollarının yenidən balanslanması, yenidən fərqli şəkildə nizamlanması nəticəsində baş verir bu. Və yenə dediyim kimi tam olaraq %100 niyə baş verir bilinmir. Amma digər tərəfdən bu yaxşı bir şeydir ki, o mənada ki, xəstə yaxınlarına əslində bu bir siqnaldır ki, xəstə gedişə yaxındır, getməyə yaxındır, vədalaşın, onun üçün gözəl bir ortam hazırlayın, vəda mərasimi hazırlayın, xoşladığı bir mühiti onun ətrafında düzəldin, çünki çox vaxt qalmayıb.